Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demografiya və gənc əhali, nəqliyyat logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır. Hörmətli həmkarlar, bugün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alır. Dünyanın üzləşdiyi hazırki geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ bəyannaməsinə və bugünkü zirvə görüşünün regional sülh və təhlükəsizlik mövzusuna uyğun olaraq Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.